Fason Radyo. Merhaba değerli dinleyicilerimiz. Bugün 14 Kasım 2025 Cuma. Bakü stüdyosundan herkese merhaba. Fason Radyo'da Azerbaycan'dan haberler programına hoş geldiniz. Ben Özlem. Ben de Ali. Bütün dinleyicilerimizi salamlayıram. Ali Bey, dün programı çok acı bir haberle açmıştık biliyorsun. Gence'den Türkiye'ye giden askeri uçağın Gürcistan'da düştüğünü konuşmuştuk. Notlarına bakıyorum da maalesef bugün acı bilançoyu öğrenmişiz. Bəli Özlem, təəssüf ki elədi. Dünənki o faciəvi qəza ilə bağlı xəbərlər aydınlaşıb. BBC Azəri və Azadlıq Radiosunun məlumatına görə Gürcistan ərazisində qəzaya uğrayan C-130 tipli hərbi yük təyyarəsində olan 20 əskərimiz həyatını itirib. Şəhidlərimizin nəşi Ankara'ya gönderilib. Hepimizin başı sağ olsun. Çok acı bir haber. Umarım kazanın nedeni bir an önce ortaya çıkar. Notlarında yine yurt dışı ile bağlantılı ama farklı bir konu var. İki gazeteci başsavcılığa çağrılmış. Bəli, Amerikada yaşayan jurnalist Sevinç Osman qızı və xaricdə yaşayan digər jurnalist Beydullah Manafov Baş Prokurorluğun İstintaq İdarəsinə çağrılıblar. Azadlıq Radiosunun xəbərinə görə bu, xaricdəki müxalif səslərə təzyiqin davamı kimi qiymətləndirilir. Pardon Ali, İstintak İdaresi ne demek? Başsavcılık olduğunu anlıyorum prokurorluktan. Ama istintak kelimesini çıkaramadım. İstintaq sizin dildə soruşturma deməkdir. Yəni, başsavcılıq soruşturma dairəsinə çağrılıblar. Ha, anladım şimdi. Teşekkürler. Neyse ki notlarında biraz daha umut veren bir gelişme de var. Rusya'dan Ermenistan'a buğday sevkiyatı Azerbaycan üzerinden yapılmış. Bu bir ilk sanırım. Bəli, bu regional normallaşma üçün çox önəmli bir addımdır. Meydan TV'nin xəbərinə görə Rusiyadan Ermənistana buğda daşıyan qatar ilk dəfə Azərbaycan ərazisindən tranzit keçib. Bu, bölgədəki iqtisadi və siyasi əlaqələr üçün yeni bir yol aça bilər. Ticaretin yolları açması her zaman iyidir. Şimdi yine daha ciddi bir konuya, Bakü'deki davalara dönüyoruz. Karabağ'daki eski ayrılıkçı liderlerin davasında yeni bir aşamaya geçilmiş. Bəli, Bakıda keçirilən məhkəmədə prokuror keçmiş separatçı liderlərin bəziləri üçün müharibə cinayətləri və terrorizm kimi ağır ittihamlarla ömürlük həbs cəzası istəyib. Bu məhkəmə prosesi ictimaiyyət tərəfindən yaxından izlənilir. Mənbə Azadlıq Radiosudur. Ömür boyu hapis. Anlaşılan o defterler kolay kolay kapanmayacak. Gelelim hepimizin ortak derdine, ekonomi. Azerbaycan'da konut fiyatları artıyormuş. Meydan TV'nin xəbərinə görə 2025-ci ilin ilk 9 ayında Azərbaycanda mənzil qiymətləri ötən ilin eyni dövrü ilə müqayisədə %12,7 artıb. Mütəxəssislər bunu boş torpaq sahələrinin azalması, tikinti materiallarının və nəqliyyat xərclərinin artması ilə əlaqələndirirlər. %12,7. Bizim buralardan bakınca kulağa ne kadar masum geliyor anlatamam. Şaka bir yana, hayat pahalılığı dünyanın ortak sorunu oldu gerçekten. Son olarak Botswana ile diplomatik ilişkiler kurulmuş. Bu da günün en beklenmedik haberi sanırım. Bəli, Azərbaycan xarici əlaqələrini genişləndirir. New Yorkda Azərbaycan və Botswana Respublikası arasında diplomatik münasibətlərin qurulmasına dair ortak bəyannamə imzalanıb. Ne diyelim, hayırlı olsun. Ali, bugünkü notlar için yine çok teşekkürler. Gündem yine çok yoğundu. Mən təşəkkür edirəm Özlem. Fason Radyo'da Azerbaycan'dan haberlerin bugünlük sonuna geldik. Yarın yine aynı saatte buluşmak üzere. Hoşça kalın. Fason Radyo.